Əli Şamil, Azərbaycan Milli Mərkəzi Folklor İnstitutu. Doğru müəllim fikirlərini geçirsiniz. Teşekkür ederim Şamsan ben. Praktik yani teşrifte buyurun müəllim. Çok təəssüf ki, nizam tərbiyyədən getdi. İki millət vəkillərimizin ikisi buradadır. Mesela bizim dövlət standartları hansı milli məclisdən keçir? Ancaq dövlət standartlarını hazırlayanda elə bir ki, bu ortaq mümkün. Bu ağırlık azlıqla hazırlanır ki, onun indi Özbekistan'da, Türkmenistan'da, Türkiye'də yetirdir. O elə pozulmuş olmayan kimler. Biz dünya standartı var, Türkiye'də, Azərbaycan'da komisyonlar. Ona kesilsə, dövlət güc deyildə, orada deyilsə ki, hamısı deyil olar. Bu xalqlar yəni heç olmasa texniki cəhətdən bir-birini, yəni böyük şeylərə orada bir qoyur. Sonuncu çıxışlarımızdan Sayman bəy, xatırladığım Sayman bəy həm də İrandan təmsilçisidir, Güney Azərbaycandan və Dünya Azərbaycandan Yazarlar Qurumunun rəhbəri. Sağ olasın, kendisi. Sağ olun, Bayram Bey. Bütün qonaqları hemşirəsilə salamlayıram. Üstadlarımız demək olar ki, nə lazım idi söhbət edirlər. Amma mən də özlüyümdə və eyni zamanda Azərbaycan Yazıçılar və Güney Azərbaycan şöbəsi ilə rəhbər olduğumuz üçün özümə borc bilirəm ki, beləncə məclislərdə iştirak edən və ilk bunun soydaşımızın deyninin nəşrisi ondan ödəməkdir. Çünki indi bildiyimiz kimi Güney Azərbaycanda Xulyanın yaxın soydaşımız var ki, onların özlərinin də həm mədəni baxımından, həm də dil baxımından qabaqlarında tərsim elədiyi o perspektivi tam fərqlidir bizə. Çünki Cənab Şəfir də bunu bilsin ki, biz orada Azərbaycan kanallarından sonra Türkiyə kanalları izlədik. Və eyni zamanda orada Türk-Fars ərəblərindən imtina etmək, yəni insanlar adlarını imtina edib, Türk adları götürmək və eyni zamanda hətta küçələrimizdə virtual şəkildə, yəni o qanuna hətta bir şey olmur, amma hər halda öz milli varlıqlarımızın adına qoymaq. Yəni çalışıb ki, xarici adına iç işlədək, dış işlədək, daxillərdə iç işlədək. Misal üçün biz bir gün inşallah Güney Azərbaycan müstəqil olsa, xarici işlər nazirliyi olmayacaq, qoyacaq dış işlər bakan. Mən təklifim budur ki, yəni fikrim budur ki, əgər doğrudan da bir proses başlanırsa, bu dövlət tərəfindən milləti formalaşdırmaq prosesi var da, bu yoldur. Yəni dövlətin özü milləti formalaşdırar. Millət özü-özünü formalaşdırmaq üçün bir çox zamana və bir çox şeylərə ehtiyac var ki, indiki Azərbaycan xalqı, indiki Azərbaycanın kütləsi ona malik deyil. Birincisi, nə sosial baxımdan insanların icazəsi var, nə yazıçıların nəşriyyat problemləri bilirsiniz, bir çox problemlər var, yayın baxımdan. Bir çox problemlər var ki, artıq bu kütlə, bu ziyalı, bu orta təbəqə formalaşmıyor ki, bunu özü yaratsın. Ona görə də bu düşür dövlətin boyuna. Dövlət deyil ki, öndə özündən islahatı başlamalıdır. Mən fikirləşirəm ki, nazir deməməliyik, biz bakan deməliyik. Bakan deməliyik. Yəni, bütün, misal üçün mənim evimin yanında var sosial müdafiə nazirliyi. Heç onu başa düşmək üçün türk yox, ərəb lazımdır. Əhalinin sosial müdafiə nazirliyi. Bir kəlmə belə türkçə deyil. Yəni, bizim bu cür problemlərimiz var. İndi biz səhərə kimi ortaq türk dilinin yaratmasını danışaq. Amma faktiki budur ki, mən məktubumda yazıram, müşahidəni görmək yazanda mənə deyir ki, bunu elə müşahidə edir. Yəni, beləncə problemlərimiz var. Bunu ciddi şəkildə mən də Nizam əzmində xahiş edirəm, mənə təklif. Məclisdə bu qoyulmalıdır, oradan da qanun üçün qəbul olmalıdır. Necə ki, bizim elə Atatürkümüz o dövrdə Nizam müəllim vuruladığı kimi özləşmə prosesindən farklı bir çox kəlmələri sildirə doğrudan da və bir çox yeni kəlmələr qəbul edir. Dili işlək bir dilə çevirdilər. O cür bir qanun olmalı, biz də dili işlək bir dilə çevirir. Biz yazıçılar bunu eləyərik. Əlimizdən də gəlir, kifayət edir Azərbaycanda da dil bilən, ədəbiyyat bilən, dünya ədəbiyyat tanışan insanlar var. Onlar bu işi görəcək ki, sadəcə olaraq dövlətin himayəsi arxasında olmalı. Mən Azərbaycanda dil qurumlarını zəif görürəm və yaxud ümumiyyətlə görürəm. Bütün ölkələrdə dil qurumları var. İngilislərdə Cənab Səfir, bir qurum var, hər gün yeni kələmələr daxil edir dillərinə. Onlara baxmırlar ki, bu
kəlmə ərəbdir, farsdır, bunlar önemli değil. Onları götürüb İngilizləşdirirlər. Dilin adaptasiya, yəni dili gündəm bir dili və işlək dilə çevirmək üçün yeni kəlmələrə ehtiyacı var. Eyni zamanda dili qorumaq üçün bizim bir çox yaddan çıxmış kəlmələrimiz var ki, sizə inandırım, və yaxud cümlə quruluşlarımız var bu dəqiqə Təbrizdə. Bəli, vurğuladığı kimi bizim hər bir küçəmizin özü böyük mədəniyyəti var. Amma böyük bir, yəni Azərbaycan dili və qrameri məncə heç hələ bura qədər qanun, yəni bütöv deyil. O bu dəqiqə Təbrizdə heç kim ki işlətmir. Buna baxmayaraq ki, Təbriz Fars, yəni faşizmini, fars şovizmini Halda bu ərdimizdə də siyasi yəni ədəbiyyat kimi sevilir. Bu həqiqətdir, reallıqdır. Ancaq orada biz demirik, mən fikirləşirəm ki, bax bu kilər, bunlar hamısı... O ki, Türkçə, ha? Yox, elə ki, belə kilər Türkçə də Nizam bədim. Ortada bağlayıcı kimi Türkçə. Sana verdim, Beynəlxalq Mətbuat Mərkəzinin bizə ayırdığı vaxt təbii ki... Çox istəyəcəm, mən təşkilləri vereyim. Yəni, təşkilləri söyləyim ki... Çox gözəl yazmışsınız burada, amma mən bir-iki dənə təklif artıq buna əlavə edəcəm. O da budur ki, Türk dünyasının yazıcılar birliyi yaratmalıdır. Türk Xalqlar Assambleyasının Orca Süleymanov yaratdı. Bunu indi Qazaxıstanda Turan şəhərciyə tikirlər. Orada Ümumdünya Türk Xalqlar Yazıcılar birliyini yarattı. Hətta mənim özümə dedi, sən onun başçısı ol. Amma mən dedim ki, yox, yəni mən birincisi gələcəm. İkincisi bu birinci qurultay olmalıdır. Qurultayda, yəni inşallah olacaq. Turan şəhərciyinin dairəsində bu olacaq. Ancaq mən təklif edirəm dövlətlər arası ilə bu yaransın, şuralar arası. Təklif edirəm, necə ki, Türk Millətlər Birliyinin mahnı və musiqi kanalı var. Eləmçidə bu orta dili təbliğ edən, orta dillə aparıcıları danışan, orta dillə konferanslarını, yəni verişlərini aparan bir televiziya yaratsın. Və yaxud həmin o kanallara demək olar ki, siz bu dili yavaş-yavaş təbliğ edin. Biz görürük ki, siyasi baxımdan gücümüz çatmır, dövlətləri qane edə bilmirik. Hətta öz dövlətimizdə belə qane edə bilmirik. Amma heç olmasa media bu edə bilər, burada böyük bir addım atsın. Və bu prosesi mən inandım, çox güclü təsir edəcək. Sonunda da bir dənə belə icra edirəm televiziyasından. O da budur ki, burada hətta mübariz bölüm Türk seriallarını belə tərcümə edilməkdir. Qulaq asdıqlarım mən. Doğrudan da bir ölkədə ki, bütöv Azərbaycan ideologiyası oradan yaranır Azərbaycandan və bütövlük, turançılıq, bu da kifayət qədər güclüdür. Bir yerdə ki, prezidentimiz həmişə deyir, mən 50 milyon Azərbaycanın prezidentiyəm. Türk dünyasından danışır. Mən qurultayda fəxr elədim, prezident dedi ki, Zəngəzur məsələsinin nümunə olaraq gətirir. Dedi ki, bu Türk dünyasının parçalanması üçün bu işi görür. Amma necə ola bilər ki, həmin ölkədə Türk serialını tərcümə edib Azərbaycan dərsəsində özdə həmin orada kifayət qədər ərəb-fars kəlmələrini istifadə edir. Deməli, hansısa bir qüvvə mani. Mətbuat Mərkəzinin səhvini çox istəyirəm. Yəni, digər iştirakçılardan da çıxış edə bilməyənlər varsa, qorxub böyle bəli buyurun, amma biz beynəlxalq mətbuatını yazırıq. Ondan gelir ki, biz ərəb sözünü çıxarar, fars sözünü dilimizdən çıxarar, iqtisadını çıxarar, ekonomi gətirər, maliyyəni çıxarar, finans gətirər. Olmaz. O ərəb sözü, o fars sözü ki, məmə yəyəndən, pəpə yəyəndən, bütün millətin üzvlərinə məlumdur məludur, onu çıxartma olmaz. Yeni söz yarananda, onu Türk məsələsində yarar. Ona görə də Türkiye'de universitet öğrencileri bunu kendilerini anlamırlar. Ama Azerbaycan Devlet Üniversitesi'ndekiler filologdaki filologun mükemmelini anlayıp sözü deremdir, bağımdır, fetölünün, vakinin işlettiği sözleri dilden ele böyle Arap sözü değil çıkartma olmaz. Məhəllin sözü öğretmen, ondan olmaz. Atatürk'ü tərcümələrlə məhdudlar. Teşekkür edirəm. Mən sonunda yekunda bizim müraciəti səsləndirmək istəyirəm ki, bütün iştirakçılarımız bölgesində icazənizlə. Müasir İnkişaf İctimai Birliyinin Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanda Atatürk Mərkəzi və Türk Ozaqlarının Bakı təmsilçiliyinin mənəvi dəstəyi, Trend İnformasiya Agentliyinin və DAS saytının informasiya dəstəyi ilə Türk dünyasının mədəni inteqrasiyası,
əlifbası və ortaq türk ədəbi dili mövzusunda keçirilən konferansın iştirakçılarının müraciəti. Bakı şəhəri 10 noyabr 2011-ci il. Sovet İmperiyasının çökməsindən sonra türk dövlətləri və xalqlarının qarşısında inteqrasiya üçün əlverişli şərait yaranmışdır. Türk dünyasının önde gələn insanları, ziyalıları yaranmış bu fürsətdən yararlanaraq birlik istiqamətində ciddi addımlar attılar. İnteqrasiyada mühüm rol oynayan Türk Dövlətlərinin Əməkdaşlıq Şurası, Türk Konseyi, Türk Dövlətlərinin Parlament Asambleyası, Türk Dünyasının Mədəniyyət Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, Türk Dünyasının Ağsaqqallar Şurasının yaradılması məhz bu gərgin fəaliyyətlərin nəticəsidir. Proses hələ başa çatmayır. Bundan sonra görülməli olan işlərin sırasında adı çəkilən təşkilatların daha da gücləndirilməsi və Türk dünyasının mədəni, ictimai, iqtisadi sahədə daha da möhkəm bir şəkildə birləşməsidir. Türk dünyasının birliyində, xüsusən mədəni inteqrasiyasında ortaq əlifba və ortaq ədəbi dilin mövcudluğu, ortaq tarix və ədəbiyyat kitablarının hazırlanması çox böyük əhəmiyyətə malikdir. 20-ci əsrin əvvəllərində bununla bağlı çox geniş çalışmalar həyata keçirildi. Sadəcə olaraq Sovet İmperiyasının müstəmləkə siyasəti onun məntiqi ardıcılıqla başa çatmasına mane oldu. 20-ci əsrin 90-cı illərində Türk dövlətləri ilk müstəqillik dövrlərində bununla bağlı geniş çalışmalar aparıldı və ciddi nəticələr əldə edildi. Ortaq əlifba layihəsi hazırlandı, bunun tətbiq edilməsi üçün qərarlar qəbul olundu. Təəssüflər olsun ki, bunu həyata keçirmək mümkün olmalıdır. Ötən müddət ərzində bu istiqamətdə müəyyən çalışmalar olsa da konkret nəticə əldə edilmədi. Məhz bu səbəbdən 2010-cu ilin sentyabr ayından etibarən bugünkü tədbirin təşkilatçıları olan qurumlar ortaq əlifba, ortaq ədəbi dil, ortaq tarix, ortaq ədəbiyyat kitabları ilə bağlı dövlət başçılarına müraciət hazırlayaraq 100-dən çox ictimai təşkilat, siyasi partiya, media təmsilçisinə, millət vəkilinə imza atdırmışdır. Kampaniya daha da genişlənmiş, Azərbaycanda, Türkiyədə, Şimali aparıcı təşkilatları nümayəndələri tərəfindən böyük diqqət və rəğbətlə qarşılanmış, dəstəklənmişdir. Nəhayətdə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının Türk Konseyi adlanan qurum baş katibi Xəlil Axıncı da bu ideyanı dəstəkləmişdir. Bugünkü konferansın iştirakçıları olaraq görülən işləri təqdir edib, gələcəkdə də bu işin davam etdirilməsi üçün dəstək verdiyimizi bəyan edərək yardım etməyə hazır olduğumuzu diqqətə çatdırırıq. Eyni zamanda onun reallaşması üçün aşağıdakı təklifləri və fikirləri müvafiq orqanlara yetirməyi təşkilatçı qurumlardan xahiş edirik. Ortaq əlifba, ortaq ədəbi dilin yaradılması, ortaq tarix, ortaq ədəbiyyat kitablarının hazırlanması ilə bağlı ideyanı və bu istiqamətdə 2010-cu ildən bəri həyata keçirilən çalışmaları dəstəkləyək. Bu işlərin davam etdirilməsini və daha da genişlənməsini bəyənir, bunun üçün dəstək olacağımızı bəyan edirik. Konferansın yekun nəticələri ilə bağlı Türk Konseyinin, Türk Parlament Asambleyasının, TÜRKSOY-un, Türk Dünyasının Ağsaqqallar Şurasının, Türk Akademiyasının və nəhayətdə Türk dövlətlərinin başçılarının məlumatlandırılmasını, onlardan bu istiqamətdə görülən işlərə dəstək olmalarına xahiş etməyə məqbul sayılır. Əlavə olaraq qeyd edeyim ki, digər təkliflərlə biz qeyd eləmişik və konferans iştirakçıları bizlə əlaqə saxlayıb fikirlər söyləyir. Buyurun. Dövlət Pedaqoji Universitetinin müəllimi Talib Mənim. Buyurun, hissə olaraq biz demək olaraq fərqli yekunlaşdırmışıq. Mən təşrif edirəm ki, ilk sözü olaraq Tanrı sözü, Tengri sözünün Thomson tərəfindən təqib olub Türk hissəyə çevrildiyi üçün məhz bu söz ilk olaraq 25 noyabr günüdür. Yəni ilk ortaq mən təklif edirəm ki, olsun istəyək araşdırmacılar qrupu tərəfindən ilk olaraq belə təşəbbüs göstərilir ki, nizam məmurluğundadır. Yəni 25 noyabr günü ümumi Türk ədəbi dili günü kimi qeyd edilir. Yəni bu bəlkə ortaq Çox gözəl olar bəli. Çünki Tanrı sözü, Tengri sözü ilk dəfə Tanrı sözü kimi tətbiq olunub həmin gün və ümumi Türk ədəbi dili günü. Yəni Allahın adı ilə başlayır. Allahın adı ilə başlayır. Ona görə də bu gün çox önəmli bir gün olur. Orada o yaradılması, ortaq Türkün yaradılması sözünü götürür. Yaradılmaqda sünnilik. Teşekkür edirəm bütün konferans iştirakçılarına, yaxından uzaqdan gələn bütün qonaqlarımızı və